Salam, xoş gördük hamınızı. Bugün sizə Türk paxlavasının reseptini paylaşmaq istədim. Mən həmişə bu resepti eləyirəm, çox da yaxşı alınır. 4 stəkan şəkəri tökdük qazana, sonra 4 stəkan su üstünə əlavə eləyirik və 2 xörək qaşığı limon suyu sıxırıq. Bunun hamısını birlikdə qoyuruq, qazın üstündə qaynayır. Şirə qaynara düşəndən sonra bir 10 dəqiqədə qaynadırıq. Sonra götürüb qoyuruq qıraqda, soyuyur. Soyuq halda onu biz paxlavanın üstünə tökəcəyik. Sonra xəmirini hazırlayırıq şərbət soyuyana kimi. 2 yumurtanın üstünə 1 stəkan qatıq əlavə edirik. 5 xörək qaşığı kərə yağı əridilmiş və yarım stəkan duru yağ əlavə edirik. 1 çay qaşığı qabartma tozu əlavə edirik. 1 xörək qaşığı limon suyu əlavə edirik. 1 xörək qaşığı da sirkə. Fərqi yoxdur, alma, üzüm hansından olsa əlavə edə bilərsiniz və birazca da çay qaşığının ucunda duz əlavə edirik. Sonra 4 stəkan yarım un əlavə edirik. Ələ yapışmayan yaxşı bir xəmir alınır. Sonra xəmiri 4 kündəyə ayırıb, kündələyib qoyuruq və bu kündələri kraxmalla açırıq. Türk paxlavasının xəmirini beləcə kraxmalla açırlar. Və mən burada sizə göstərmək istədim ki, mən bunu necə eləyirəm. Hər qırağından, 4 qırağından beləcə qatdalayıram içinə. Sonra belə konvert kimi deyək də, belə pükürəm, qoyuram qırağa. Bütün kündələri beləcə eləyib, hamısını hazır qoyuram. Sonra artıq bu hazırladığım kündələri başlayıram yayıram və beləcə qat-qat xəmir alınır bizdə. Mən bu resepti elə buna görə bəyənib hazırlayıram həmişə. Çünki burada belə xəmiri belə açırıq. Çünki mən yaya bilmirəm, çox da nazik eləyə bilmirəm. Bu paxlavanın da xəmiri çox nazik olmalıdır. Mən onu eləyə bilmirəm. Elə bir gün YouTube-da bu resepti gördüm. Ondan sonra ancaq belə hazırlayıram. Belə çox asandır. Həm qat-qat alınır, həm xəmir nazik alınır. Və beləcə gördüyünüz kimi də düzəndə, listə qoyanda qıraqlarını kəsib üstündən qoyuram ki, qatları da çox olsun. Birinci qatı qoyuruq. Sonra ikincini də qoyandan sonra artıq qozu tökürük içinə. Qozu da 300 qram qoz lazımdır bizə. Onu mən blenderdən beləcə çəkmişəm. Nə çox xırda olmalıdır, nə çox böyük olmalıdır. Normal olmalıdır. Və beləcə qozu hər tərəfinə yayıram ki, boş yer qalmasın. Sonra 3-cü kündəni də kəsib qoyuram üstünə. Sonra yenə qoz tökürəm və bu da artıq 4-cü kündədir. Bunu da yaydım, üzəri üçün hazırladım. Sonra bu qırağından kəsdiklərimi üstünə qoymuram ki, pis görsənməsinlər, səliqəli görsənsin deyə altından kündəni altından qoyuram bu kəsiklərini ki, qat-qatlar altında olsunlar, üstü daha səliqəli görsənsin. Və sonra da artıq Türk paxlavası necə olur? Balaca kvadratlar mən kəsdim. Kəsib bitirəndən sonra da üzərinə mən burada hamısını qatmışdım. Burada 1 stəkan duru yağ və 1 stəkan da kərə yağı var. Tökürük üstünə və qoyuruq 170 dərəcədə üstü qızarana kimi bişir. Sonra beləcə şərbət də soyuyub və gözləyirik, paxlava da soyuyur. Sonra şərbətin hamısını tökürük paxlavanın üstünə. Sonra gözləyirik 2-3 saat, tamam şərbəti özünə çəkir. Düzdür, mən burada tam gözləmədim, sizə göstərmək üçün tez göstərdim bunu. Bişirən hər kəsə nuş olsun. Sağ olun.